Salamlar. Gəlin bugün bir yerdə çox qəribə, amma bir o qədər də vacib bir suala cavab axtaraq. İnsan necə olur ki, ən çox arzuladığı deyilən bir şeydən, yəni azadlıqdan qaçır? Baxın, bütün məsələ bu sualın ətrafında fırlanır. Bu, ilk baxışdan məntiqsiz görünən sual, dünyanın dəliliyə sürükləndiyini izləyən dahi bir mütəfəkkirin illərlə beynini məşğul etmişdi. Söhbət Erik Fromm'undan gedir. Təsəvvür edin 1941-ci ildir. Faşizm bütün Avropanı cənginə alıb. Məhz belə bir dəhşətli tarixi fonda Fromm araşdırmaya başlayır. O anlamaq istəyirdi ki, nazizm və digər totalitar sistemlər necə ortaya çıxdı. Fromm'un gördüyü mənzərə açığı çox heyrətamiz idi. O bir paradoks müşahidə edirdi. Dünənə qədər əcdadları azadlıq uğrunda canından keçən insanlar, indi sanki könüllü şəkildə o azadlıqdan imtina etməyə çalışırdılar. Baxın, bu sitat Fromm'un həll etməyə çalışdığı o sirri, o müəmmanı mükəmməl şəkildə ifadə edir. Milyonlarla insan azadlığı qorumaq əvəzinə ondan qurtulmağın, ondan qaçmağın yollarını axtarırdı. Çox qəribədir, elə deyilmi? Yaxşı, bəs bu paradoksu necə anlaya bilərik? Bunun üçün Fromm bizi biraz geriyə, fərdin psixoloji doğuşuna, özünün fərdiləşmə adlandırdığı bir prosesi aparır. Fromm'un bənzətməsi əslində çox sadə və güclüdür. Gəlin bir anlıq böyüyən bir uşağı düşünək. O, anasından ayrıldıqca, müstəqilləşdikcə daha da güclənir. Amma eyni zamanda o ilk, qeyd-şərtsiz təhlükəsizlik hissini də itirir. Deməli, burada çox vacib bir məqam var. Bu prosesin, yəni fərdləşmənin iki yüzü var. Bir tərəfdən gücümüz, müstəqilliyimiz artır, digər tərəfdən isə tənhalıq hissimiz, narahatlığımız dərinləşir. İndi gəlin baxaq görək, bu fərdi səviyyədə baş verən proses tarixi miqyasda özünü necə göstərir? Fromm deyir ki, təkcə insanlar yox, bütün bir cəmiyyət bu ağrılı ayrılıq mərhələsindən keçib. Məsələn, orta əsrlərdə bir insanın demək olar ki, heç bir fərdi azadlığı yox idi. Amma onun dəyişməz bir yeri, sarsılmaz bir aidiyyət hissi vardı. Hər kəs öz yerini bilirdi və bu bir növ təhlükəsizlik yaradırdı. Sonra nə oldu? İntibah, reformasiya, bütün bu proseslər o sabit, dəyişməz dünyanı darmadağın etdi və ortaya müasir fərd çıxdı. Bəli, o artıq azad idi, amma eyni zamanda dəhşətli dərəcədə tənha idi. Bu kəskin təcrid hissi, Honoré de Balzac'ın da dediyi kimi, bu mənəvi yalnızlıq bizim müasir azadlığımız üçün ödəməli olduğumuz psixoloji bədəldir. Yaxşı, bəs bu hiss, bu tənhalıq dözülməz həddə çatanda nə baş verir? Bax, Fromm deyir ki, məhz bu nöqtədə biz qaçış mexanizmləri axtarmağa başlayırıq. Nədir bu qaçış mexanizmləri? Əslində bunlar bizim şuuraltı strategiyalarımızdır. Biz bu yollarla öz fərdiliyimizin o ağır yükündən xilas olmağa çalışırıq. Proses təxminən belə gedir. Ayrı bir mən olmağın ağırlığı o qədər çəkilməz olur ki, biz yenidən bir bütövə qarışmağın yollarını axtarırıq. Hətta bunun üçün azadlığımızı qurban vermək lazım gəlsə belə. Və bu da o faciəvi alverin özüdür. Biz təhlükəsizlik hissi üçün, harasa aid olmaq üçün öz mənliyimizi, öz azadlığımızı qurban veririk. Bu, qorunma hissi qarşılığında ödənilən çox ağır bir qiymətdir. Fromm bu kitabı 80 ildən çox əvvəl yazıb. Amma onun təhlili sanki elə bugün üçün, bizim dövrümüz üçün yazılıb, aktualdır. Hətta deyərdim ki, hər zamankindən daha aktualdır. Bu fikir bizə xatırladır ki, azadlıq uğrunda döyüş təkcə keçmişdə, döyüş meydanlarında getmir. Əsl döyüş elə bizim içimizdə, bizim cəmiyyətimizdə gedir. Gəlin biraz da bugünə baxaq. Məsələn, sosial media, hamının bizim kimi düşündüyü, bizim fikirlərimizi təsdiqlədiyi qruplarda olmaq bizə bir rahatlıq verir, elə deyilmi? Bu da bir növ qaçış deyilmi? Bəs kimliyimiz, bizim şəxsiyyətimiz daha çox öz fərdi düşüncələrimizə əsaslanır, yoxsa aid olduğumuz qrupun kimliyinə? Bu sual üzərində düşünməyə dəyər. Və ya o güclü liderlər məsələsi. Bizə qətiyyət vəd edən, şübhə yükünü çiynimizdən götürməyi təklif edən liderlərin cazibəsi sizcə həqiqətən də azalıbmı? Bu, bütün dövrlərin ən güclü və ən təhlükəli tələlərindən biridir. Nəticə itibarilə, Fromm'un əsəri sadəcə bir tarix kitabı deyil. O, bugün də üzləşdiyimiz psixoloji təzyiqləri göstərən bir güzgüdür. Azadlıq istəyi ilə təhlükəsizlik axtarışı arasındakı bu daimi gərginlik elə müasir insanın əsas dilemmasıdır. Və bax, bu güzgü bizə son bir sual verir. Fromm'un bizə ünvanladığı və 1941-ci ildə olduğu qədər bugün də cavabı vacib olan o sual. Bəs siz öz azadlığınızla nə edirsiniz?